Xələc kəndinin dağların qoynunda qışın sərt, lakin təmiz havası duyulurdu. 1995-ci ilin fevral ayının 5-də bu sakit kənddə bir uşaq dünyaya göz açdı. Adını Natiq qoydular. Uşaqlıqdan fərqli idi. Həm mehriban, həm də cəsarətli. Hər dəfə təpələrin arxasında əskərləri xatırladan oyunlar qurar, dostlarına bir gün mən də əskər olacam deyərdi. ...2001-ci ilin payızında balaca Natiq Xələnc kənd məktəbinin partasında ilk dəfə vətən sözünü yazdı. Vətən bağı alarlandır, var içində ağırdır. Hər hərfi sanki qəlbində bir ant kimi daşıyırdı. Gözlərində gələcəyə inam, səsində bir qərarlılıq vardı. Məktəbi bitirdikdən sonra texnikaya marağı onu Sumqayıt Texniki Kollecə gətirdi. Kompüterlər, kabellər, naqillər sanki hər biri onun zəkasının bir parçasına çevrilmişdi. Amma o heç vaxt unutmurdu. Texnologiya onun sevdiyi sahə idi, amma vətən onun ürəyinin ta özündə idi. 2013-cü ildə gənc Natiq əskər geyimini geyindi. Tərtərin en saylı hərbi hissəsində xidmətə başladı. Hərbi intizamı, dəqiqliyi və səssiz cəsarəti ilə qısa zamanda komandirlərin diqqətini çəkdi. 2015-ci ilin yanvarında xidmətini başa vursa da, içindəki o his, torpaq sevgisi, vətən sevgisi onu heç tərk etmədi. 2016-cı ilin aprel döyüşləri başlayan kimi o tərəddüd etmədən orduya könüllü yazıldı. Vətən çağırırsa susmaq olmaz deyib, Bakıda 3 ay kurs keçdi və xüsusi təyinatlı kəşfiyyat bölüyünə qoşuldu. Artıq o təkcə bir oğul deyildi. O xalqın qoruyucularından biri idi. Və illər sonra 2020-ci ildə Vətən müharibəsi başladı. Natiq yenidən silahını götürdü. Bu dəfə o Murovdağ istiqamətində döyüşürdü. Sentyabrın 27-si idi. Qarlı, dumanlı Murovun zirvəsində Natiq və silahdaşları bayrağımıza ucaltdılar. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Dağların arasında Allahu Ekber sədaları eşidilirdi. O an Natiq bilirdi ki, bu təkcə bir qələbə deyil, bu tarix idi. Üç gün ərzində soyuq, aclıq və susuzluğa baxmayaraq o bayrağı qorudu. Döyüş yoldaşlarına bayraq yerdə qalmamalıdır deyirdi. Oktyabrın 1-də o həmin bayrağın kölgəsində son dəfə dayandı. Qəlbi döyünürdü, amma artıq başqa bir dünyaya, əbədiyyətə addımlayırdı. Natiq Verdiyev